İqlim və iqlim qurşaqları anlayışında ilk məqam iqlimi əmələ gətirən amillərdir. Əsas amil kimi coğrafi enlik, hava kütlələri və onun hərəkəti və səth örtüyü anlayışıdır. Eyni zamanda digər amillər olaraq altından xətt etdiyim bu məqamlar da iqlimə öz təsirini göstərməkdədir. Sizlərlə Alisovun təsnifatını keçirdik. Onun da tərkibində 13 iqlim qurşağı qeyd edilir. 7-si əsas idi, 6-sı keçid idi. Əsasın eyni adlı, özünəməxsus hava kütləsi mövcud olurdu. Gəlin elə birinci ekvatorial iqlimin xüsusiyyətlərindən, formalaşdığı ərazilərdən bir daha tanış olaq. Ekvatorial iqlim qurşağı il boyu elə ekvatorial hava kütlənin hakim olduğu əsas iqlimdir. Burada diaqramı başa düşməliyik. Qırmızı bu xətt temperaturun illik izotermini bildirir. Yəni il ərzində temperatur elə 26-27 civarında olur. Beləliklə, illik temperatur gedişatı demək olar ki, az dəyişir. İllik amplituda da burada minimaldır. Hətta sutkalıq amplituda da minimaldır. Yağıntılar 2000-3000 civarında təqribən aylar üzrə bərabər paylanır. Bir dənə fəsil olurdu ekvatorialda. Biz, yəni hava şəraiti demək olar ki, il ərzində dəyişmirdi. İl boyu buludlu hava şəraiti səpələnən radiasiyanın üstün olmasına səbəb olur. İfrat yağan yağıntılar rütubətlənmə həmçinin vahiddən böyük olmasına, səth örtüyündə də bataqlıqların yaranmasına səbəb olur. Və qeyd edəcəyik ki, ekvatorialda rütubətli ekvatorial meşə adlanan təbii zona formalaşır. Bəs ekvatorial meşələr yer kürəsində tam qurşaq yaradırmı? Əvvəlcə bu iqlim xəritəsinə baxsaq görərik ki, ekvatorial yer səthində heç tam qurşaq yaratmır. Amazon, Qvineya körfəzi sahilləri, Konqo çökəyinin bir hissəsi, Şri-Lankanın cənubu, Malakka yarımadası, Sumatra, Kalimantan və Sulavesi, Yeni Qvineya adasının şimalı, Filippin adalarının cənubunda biz bu ekvator iqlimi görürük. Həmin ərazi daxilində də növbəti səhifədə biz rütubətli ekvatorial meşə təbii zonasını görəcəyik. İndi biraz təsvirdəki keyfiyyət aşağıdır deyənə rəng tonlarını ayırd etmək biraz çətindir, amma təqribi ərazi olaraq bu hissələr ekvatorial meşələr idi. Qaldı ki, Cənubi Amerikadakı ekvatorial meşələrin xüsusi adı var. Selvas deyilir, onu da bilin. Ekvatorial meşələrdə, yoldaşlar, torpaqlar da qırmızı, sarı, ferolit, laterit olur. Bizim istifadə etdiyimiz dərsliyin 289 nömrəli səhifəsindəki cədvəldən mütləq istifadə edin. Onları dəqiqliklə hər kəs bilsin. Yəni, iqlim qurşağı, təbii zona və ona uyğun torpaq tipini mütləq sadalamağı hər kəs bacarsın. Keçid alıram digər bir iqlim qurşağı olaraq subekvatorial. Bu arada yuxarıdakı xəritədə ekvatorial qurşağın formalaşdığı əraziləri bir daha görə bilərik. Subekvatorial, ekvatorialla tropikin arasında yerləşən keçid iqlimdir. Hava axınlarının yayda şimala, qışda cənuba hərəkət etdiyini bilmişdik. Səbəb nə idi? Hava axınları yayda şimala, qışda nəyə görə cənuba hərəkət edirdi? Yerin Günəş ətrafında hərəkəti zamanı zenit vəziyyətin dəyişməsi idi. Yadda saxlayın ki, Günəş hansı yarımkürədə zenitdədirsə, o yarımkürə daha çox istilik alır, isti yarımkürədə alçaq təzyiq yaranır. Əks yarımkürə nisbətən temperatur aşağı olduğuna görə orada yüksək təzyiq yaranır. Hava da yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edir. Beləliklə, biz havanın yayda şimala, qışda cənuba hərəkət etdiyini deyəcəyik. Hal-hazırda Günəş bilirsiniz ki, şimal yarımkürəsində zenitdədir və şimal yarımkürəsi cənuba nəzərən daha çox işıq istiliyi alır. Və qeyd edəcəksiniz ki, şimalda istiliklə əlaqədar daha alçaq təzyiqdir, cənubda isə əksinə nisbətən daha yüksək təzyiqdir. Ona görə də hazırki tarixlərdə biz hava hərəkət istiqamət olaraq cənub yarımkürəsindən şimal yarımkürəsinə doğru yönəlir. Bunları belə başa düşün. Subekvatorial müvafiq olaraq yayda ekvatorial hava kütlənin, qışda da tropik hava kütlənin daxil olduğu ərazidir.
Bunu təzyiq qurşağı olaraq da ifadə etməyə bacarır. Ekvatorial alçaq təzyiq tropik yüksək təzyiqdir. Deməli, subekvatorialda yayda alçaq, qışda isə yüksək təzyiq hökmranlıq edir. Alçaq təzyiq qalxan hava deməkdir, bol yağıntılı olur yayları, yüksək təzyiq enən hava quraq olur, qış ayları quraq keçir. Subekvatorialda 2 dənə fəsil olur yoldaşlar. Onlarda fəsil dəyişkənliyinin əsas göstəricisi kimi nəyi qeyd edəcəksiniz? Fəslin əsas dəyişkənliyini göstərən ifadə yağıntıların miqdarıdır. Yağıntılı keçən aylar yay ayları hesab edilir, quraq keçən aylar qış ayları. Sualım, bizim bu soldakı diaqramımız subekvatorialın şimal yarımkürəsi üçün səciyyəvi olan diaqramıdır. İzoterim gedişatına baxdığımızda solda temperatur şkalası var. Demək olar ki, 20 plusdur il boyu. Amma bu bizə hansı yarımkürə olduğunu deməyə kömək eləmir. Bizə yarımkürəni təyin etmək üçün kömək edən vasitə bu sütunlardır. Sütunlar yağıntıları bildirir. Sağdakı yağıntı şkalasından da biz görürük ki, nisbətən yağıntıların artdığı dönəmlər may, iyun, iyul, avqust, sentyabrdır. Və yaxud da ki, belə deyək, bu martdan sentyabra qədər olan dönəm daha yağıntılıdır. Yağıntılı keçən aylara biz nə deyirik? Yay deyirik. Nisbətən sentyabrdan sonraki aylarda artıq yağıntılar azalır. Bu artıq onun qış fəsli olduğunu bildirir. Bu arada subekvatorial üçün qış fəsli bizim öyrəşdiyimiz qarlı, boranlı, şaxtalı qış yox, sadəcə quraq və isti olan bir fəsil kimi nəzərdə tutulur. Tutalım Hindistanı bir düşünün. Yay ayları dediyimiz martdan sentyabra qədər nisbətən yağıntıların çox düşdüyü, musson yağışların bu arada səciyyəvi olduğu aylardır. Nisbətən sentyabrdan sonraki dönəmlərdə artıq yağıntılar miqdarı azalmaqdadır və temperatur yenə də demək olar ki, 20 plus olur əksər ərazilərdə orta göstərici. Ancaq bu dəfə az yağıntılı olması ilə xarakterizə ediləcək və buna biz ona qış fəsli deyəcəyik. Davam edirik. Sağdakı diaqramın izoterm gedişatı bizə onun yarımkürə olaraq hansı yarımkürə olduğunu deməyə kömək edir. İndi təbii ki, diaqramlarda hər dəfə bu vəziyyəti görmürük. Bəzən belə bir təsvir də görə bilərik. Yəni, məsəl üçün. Yəni, heç elə də çəkmirəm, belə bir şey çəkirəm. Yəni, cənub yarımkürəsi üçün də belə bir izoterm çəkmək olar subekvatorialda. Tutalım, Braziliya yayılası üçün ekvatora yaxın olduğuna görə demək olar ki, temperatur gedişatı elə də dəyişmir. Amma biz yağıntıların paylanmasından artıq dəqiq deyəcəyik ki, bu cənubdur yoxsa şimal. Baxırsan, görürsən ki, tutalım, noyabr, dekabr, yanvar, fevral, mart ayları nisbətən daha yağıntılıdır, amma may, iyun, iyul, avqust ayları quraqdırsa, bu artıq deyirsən ki, cənub yarımkürəsidir. Çünki bunların yağıntılı ayları, deməli, yay ayları dediyimiz dekabr, yanvar, fevral, marta təsadüf edir. Beləliklə, izoterimlərdən əlavə mütləq şəkildə yağıntılara görə də əraziləri təyin etməyə bacarır. Diaqram olaraq biz artıq belə başa düşək ki, Gviana yaylası üçün bu Böyük Səhranın cənubu və yaxud da ki, xüsusilə də Asiyanın cənub, Hindistan, Hind, Çin hissələri üçün soldakı diaqram səciyyəvidir. Sağdakı diaqramda cənub yarımkürəsi olduğuna görə Avstraliyanın şimalında və yaxud da ki, bu Zambezi çay hövzəsində və yaxud da ki, bu Braziliya yaylası üçün söhbət ekvator nəzərən aşağıda qalan ərazilərdən gedir. Həmin ərazilər üçün məhz dediyimiz sağdakı diaqram səciyyəvidir. Bu diaqramlara görə biz suvarmanın da tətbiq edildiyi ayları deməyə bacarmalıyıq. Yəni, mən məsəl üçün soldakı diaqrama suvarma quraq aylarda aparıldığına görə tutalım, qış ayları olaraq noyabr, dekabr, yanvar, fevral, mart aylarını qeyd eləyərdim. Həmin aylarda aparılır. Və yaxud da ki, 3 dənə ay qeyd edəsi olsam, dekabr, yanvar, fevralda aparılır, məsəl üçün. Söhbət harda? Hindistan, Hind-Çin yarımadasında, yaxud da ki, Orinoco balığı Gviana yaylasında qeyd etmək olar. Və yaxud da ki, Afrikanın bu şimal subekvatorial olan zonaları üçün. Bu arada bir də bunun əksini düşünək. Suvarılmanın, məsəl üçün,
iyun, avqust ayları üçün, aparıldığı ərazilər. Bu artıq Avstraliyanın şimalındakı Cape York və Arnhem yarımadalarını qeyd edə bilərsiniz. Eyni zamanda, Braziliya yaylasını qeyd edə bilərsiniz. Zambezi çayının hövzəsi və yaxud da ki, Madagaskarın şimalını qeyd edə bilərsiniz ki, həmin ərazilərdə də iyun, avqust ayları quraq olduğuna görə irriqasiya bu aylara təsadüf edəcək. Davam edək. Biz hər bir danışılan məqamı iqlim qurşağından əlavə onun təbii zonasını da xatırlamalıyıq. İndi subyekvator iqlimin formalaşıq əraziləri görürük və hər hansı bir vilayətə ayrılmadığını bildirərsiniz. Ekvatorial kimi o da vilayətə ayrılmır. Ancaq subyekvatorial qurşaq daxilində hansı təbii zonalar formalaşır, onu görmək üçün gəlin belə bir təbii zona xəritəsinə baxaq. Subyekvatorial ərazilərdə daha çox Afrikada biz savannaları görürük. Savanna seyrək meşələr. Savanna seyrək meşələrdə rütubətlənmə əmsalı 1200 bölünsün 1400 civarındadır. Bundan əlavə subyekvatorial daxilində həmçinin dəyişkən rütubətli meşələr də görə bilərik. İndi ümumi olaraq əsasən savannaların daha çox adını çəkəcəksiniz. Savannalar üçün isə torpaq tipi olaraq qırmızı qonur torpaqları qeyd edə bilərik. Növbəti bir iqlim qurşağına bir baxın. Deməli, tropik qurşaqdır. Əsas iqlimdir. İl boyu yüksək təzyiq, yəni tropik hava axınları səciyyəvidir. Burada enən hava axınları üstün olacaq. Bu da buludsuz aydın hava şəraiti yaradır. Tropik qurşaq daxilində əlbəttə ki, 2 dənə vilayət görəcəksiniz. Bir rütubətli vilayət var. Bir də ki, təbii ki, quraq, yəni səhra vilayəti. Tropik rütubətli vilayətini biz materiklərin şərqi hissəsində görəcəyik. Gəlin rütubətlini mən sizlər üçün qırmızı ilə göstərim. Materiklərin şərq hissəsindədir rütubətli vilayət. Məsəl üçün, Şimali Amerikada müvafiq olaraq materikin bu şərq hissəsi və Mərkəzi Amerika adaları tropikin rütubətli vilayətinə uyğun gəlir. Kaliforniya yarımadası istisna. Cənubi Amerikanın rütubətli vilayəti Braziliyanın Atlantik sahili əraziləridir. Sahildən isti Braziliya cəryanı keçir, onun təsiri ilə əlaqədar. Afrikanın da bu Mozambikin və Çadın şimal hissəsinin müvafiq olaraq şərq hissəsini deyə bilərik. Madagaskarın cənub hissəsini qeyd edə bilərik. Avstraliyanın da bu şərq hissəsi az miqdarda böyük sahəcik hissənin şərq hissəsi məhz rütubətlidir. Bunların da səbəbləri bayaqlar bildirdik, isti cəryanlardır. Tropiklərdə şərqdə isti cəryanlar keçir. Müvafiq olaraq Avstraliyanın şərqindən Şərqi Avstraliya, Afrikanın şərqindən isə Cənub yarımkürəsində isti Mozambik kimi cəryanlar axmaqdadır və bu da əlbəttə ki, təsirdir. Şimali Amerikanın şərqində, Şimali Atlantikin davamında Antil, onun davamında isə Gulf Stream adlanan cəryanlar formalaşır ki, bu isti cəryanlar sahilin rütubətlənməsində iştirak edir. Yerdə qalan tropiklər isə səhradır, quraqdır. Bayaq dediyimiz enən hava, yüksək təzyiq, quru buludsuz, tozlu hava şəraiti ilə onlar üçün əsas xarakterik olan vəziyyətdir. Tropikin kontinental səhra vilayətinin diaqramlarına gəlincə isə bu şəkildədir. Temperatur gedişatına bir dənə baxın. İzotermin illik gedişatı 35-ə qədər yüksəldiyini görürsünüzsə, söhbət nədən gedir? Tropikdən gedir. Tropiklərdə, məsəl üçün, səhra vilayətində yanvar ayı soyuq ay olaraq temperatur müsbət 15-14-ə qədər endiyini görürük. Bu orta göstəricidir təbii ki. Ümumiyyətlə 35-ə qədər yüksələn temperatur gördüksə və ümumiyyətlə yağıntı da yoxdursa, bu tropikə aid olan səhra vilayəti üçün səciyyəvidir. Şimaldakı tropik səhralar olaraq Böyük Səhra, onun yaxınlığındakı Liviya və Nubiya səhraları, Ərəbistandakı Böyük Nəfud, Kiçik Nəfud, Rub əl-Xali səhraları da məhz bizim təqdim etdiyimiz bu soldakı diaqrama uyğun gəlir. Hətta Pakistan-Hindistan sərhədindəki Tar səhrası da buna uyğun gəlir.
Cənubdakı kontinental tropik, yəni səhra tropikə isə bu uyğun gəlir. İndi sağdakı diaqrama hansı səhra adlarını qeyd etmək olar? Yəni siz özünüzdən səhra adları bildirin, biz də onları qeyd etməyə çalışaq. Nələri misal çəkmək olar? Bu sağdakı diaqrama uyğun gələn səhralar. Dünyanın ən quraq səhrası var idi Çilidə. Adı nə idi? Atacama. Bəli, Atakama qeyd edirəm. Səhralar var idi, onlar da qeyd edilir. Avstraliyada mərkəzdə demək olarmı? Deməli, Avstraliya mərkəzi hissəsi doğrudur. Avstraliyada elə bir neçə səhra adı vardı. Böyük Qumlu Səhra, Böyük Viktoriya Səhrası, Gibson və Simpson adında səhra adları buna uyğun gəlir. Əlavə olaraq da, məsəl üçün, Afrikanın cənubunda 2 dənə səhra adını deyəcəksiniz. Namib və Kalahari. Kalahari. Bəli. Kalahari bu arada dünyada ən çox qumun toplandığı səhra kimi yadda saxlayın. 60 metr qalınlığında sərt qumla örtülmüşdür. Burada da təbii ki, suyun və barxanlar formalaşmasına əlverişli şərait olacaq. Davam edirəm. Növbəti məqamlar burada tropikin dənizi haqqında təqdim edilib. O barədə bayaqları ümumi məlumat verdik. Sizlər hər bir bəhs edilən məqamın təbii zonasında öyrənin. İndi hətta 290 nömrəli dərsdəki xəritədə daha aydın da görə bilərsiniz. Belə ki, tropikin səhrasında adından bəllidir. Baxın, səhra, yarım-səhra müvafiq olaraq təbii zona formalaşacaq. Sətin bitki örtüyündən əsasən məhrum olması çürüntüdən də məhrumdur deməkdir. Buna görə də torpağın yaranması zəif gedir. Açıq rəngli boz torpaqlar, boz qonur, boz torpaqlar yaranır. Amma tropikun rütubətli vilayətində burada meşələr formalaşa bilir. Tropik meşələr qeyd etmək olar. Bənzər vəziyyəti biz, məsəl üçün, Braziliyanın Şərq Atlantik sahili hissəsində görə bilərik ki, dəyişkən rütubətli meşələr təbii zona olaraq formalaşır. Salam, xoş gördük yoldaşlar. Davam edirəm bir daha. Qeyd etdiyim məqam az öncə tropikin rütubətli vilayətinə aid olan ifadə idi. Sonra biz indi növbəti subtropik iqlim qurşağı gəlir. Onunla davam etməyə çalışaq. Subtropik qurşaq adından bəllidir. Müvafiq olaraq deyəcəksiniz ki, keçid iqlimdir. Gəlin, mən ad çəkim, o şəkildə sizlərlə sual-cavab şəklində davam edim. Ədilə səsi aktivləşdirmək istənsə, səndən başlayayım. Buyur. Subtropik qurşağa yayda və qışda hansı hava kütlələri daxil olur? Buyur. Yayda şimala doğru, yəni subtropikdə yayda mülayim, qışda tropik. Biraz diqqətli ol. Yayda şimala gedirsə aşağıdakı gəlir. Əksinə dedim, çaşdım. Yayda tropik gəldi. Qışda isə müvafiq olaraq, hava axınla cənuba gəldiyinə görə müvafiq olaraq qışda da mülayim gələcək, elə deyilmi? İndi bu dediyimiz ifadəni təzyiq qurşaqları ilə əlaqələndir. Subtropikdə yayda və qışda müvafiq olaraq necə təzyiq qurşağı hökmranlıq edir? Alçaq, yüksək bu barədə fikir bildir. Yüksək təzyiq. Yayda tropik gəlir, yəni yayda yüksək təzyiq olur. Qışda da mülayim gəldiyinə görə alçaq təzyiq olacaq. Normalda yayda tropik yüksək təzyiq üstün olduğuna görə yay necə keçməlidir? Rütubətli yoxsa quraq? Yayda yüksək təzyiq olduğuna görə yəni yağıntılı olmur. Quraq keçir. Yay quraqdır. Qış ayları mülayim gəldiyinə görə bəli. Hatırlayırıqsa biz ekvatorial mülayim, qalxan hava, alçaq təzyiq, yağıntılı olması ilə xarakterizə edilir demişdik. Amma tropiklə qütblərdə enən hava yüksək təzyiq, buludsuz hava şəraiti olur. Enən hava doyməddən uzaqlaşdığına görə yağıntı formalaşmır. Davam edirəm. Amma bu ifadə heç də
subtropikin, belə deyək, bütün vilayətləri üçün deyə bilmirik. Subtropik daxilində 4 dənə vilayət formalaşır. Onları tanıyırıqmı? Xəzərə qədər Avropanın Cənubi Afrikanın şimalında nə idi? Aralıq. Bəli. Daha sonra Xəzərdən ta Böyük Çin düzənliyinə qədər şərq hissədə əsasən Kontinental. kontinental, şərqdə isə Muson. bənzər vəziyyəti Şimali Amerikada da görürük. İndi baş hərflərini qeyd eləyəcəm ABŞ-da misal üçün. Qərbdə aralıq, mərkəzdə kontinental, şərti olaraq elə belə çəkirəm bunu. Şərqdə də mussondur. Musson vilayət olaraq yalnız şimal yarımkürəsində idi. Əyyən, cənubda onun əvəzinə başqa bir vilayət Bərabər görəcək. rütubətlənmə idi. Ayso, deməli qərbdə yenə aralıqda hər zamanki kimi, mərkəzdə kontinental, şərqdə bu dəfə bərabər rütubətlənəndir. Avstraliyanın cənub-qərbində də Aralıq dəniz, Nullarbor-da müvafiq olaraq kontinental, şərqdə bərabər rütubətlənəndir. Afrikanın cənubunda, cənubda isə Aralıq dənizdən sonra dərhal nə gəlirdi? Bərabər rütubətlənən. Burada quru ərazi kiçikdir deyənə gördüyün kimi kontinental yarana bilmədi. İndi ifadələri belə davam etdirək. Yayda tropik gəldiyinə görə yay isti quru olmalı, qışda mülayim gəldiyinə görə rütubətli olmalıdır. Bu subtropikin qanununa tabe olan Aralıq dəniz vilayəti ilə bir də qismən kontinental buna razılıq verir. Amma mussonun öz dəsti xətti var, bunun əksinədir. Bərabər rütubətlənəndə adından da bəllidir, yenə də orada da fərqlilik var. Gəl onlara da toxunaq. Deməli, mussonda yağıntılar subtropik olmasına baxmayaraq, qışda yox, nə vaxt yağacaq? Yayda. Yayda. Səbəb də küləklərin okean üzərindən gördüyünüz kimi quruya doğru yönəlməsi idi. Bu arada qış mussonları qurudan okeana doğru əsir, yay mussonları isə okeandan quruya rütubət gətirir. Bərabər rütubətlənən vilayətin xüsusiyyətinə görə yağıntılar ilərisində necə paylanacaq? Fəsillər üzrə əsasən bərabər paylanır. Zaten ona görə belə deyiblər. Beləliklə, yayda isti, quru, tropik hava kütləsi hakim olur, qışda mülayim yağıntı hava kütləsi hakim olur. Bunu subtropikin qərbindəki Aralıq dənizi üçün deyirsən. Kontinentalda da bu arada yağıntılar nisbətən qışda düşür, yay olduqca quraqdır və istidir. Sadəcə kontinental adından bəllidir, materikin mərkəzli mövqeyində yerləşdiyinə görə, okean təsiri zəif olduğuna görə yağıntılar xeyli azdır. Cəmi 300-400 mm düşür, o da dediyimiz kimi soyuq dönəmdə, qış aylarında düşür. Qaldı ki, bunların temperatur gedişatlarını deməyə bacarın. Aralıq dənizi ilərisində bax, siz təbii ki, diaqramları təyin etmək üçün müəyyən məqamları bilməlisiniz. Biz ekvatordan uzaqlaşdıqca belə başa düşün ki, qış aylarında temperatur aşağı düşəcək. Bayaqları tropiklərdə, misal üçün, biz gördük ki, soyuq aylarda 14-ə qədər, 15-ə qədər endi. Daha 10 dərəcəyə qədər enmir. Amma aralıqda 10 dərəcəyə qədər enəcək. Kontinentalda mənfiyə qədər enəcək. Mussonda 0-a qədər qışda enəcək. O zaman davam edək. Aralıq dəniz üçün müvafiq olaraq gəlin fikir bildirməyə çalışaq. Temperaturun illik gedişatı necədir? Müsbət 10, müsbət 30 arasında dəyişir. Bəzən 5-25 arasında da dəyişir deyərik. Bu da bilirsiniz də, tutam şimaldırsa, yanvar 10 dərəcə, iyul 30 dərəcə olacaq. Yağıntılar da 900-800 mm civarında da əsasən qış aylarında düşür. Kontinentala nəzər yetirək. Burada temperatur gedişatı mənfi 1-2 dərəcəyə qədər enir. Ümumiyyətlə, subtropikdə sadəcə qışda mənfiyə düşən bir dənə kontinentaldır. Və mənfi 1-2 dərəcəyə qədər enir, yayda isə 30-a qədər təxminən qalxır. Yağıntılar 300 mm əsasən qışda düşür. Mussonda isə temperatur gedişatı təqribən 0, müsbət 1-2 dərəcə olur ilin soyuq dönəmdə. İsti dönəmdə isə 25-30-a qədər yenə yüksələ bilir. Bərabər rütubətlənəndə temperatur təqribən 15-25 arasında dəyişir.
yəni soyuq aylar cənub yarımkürəsində iyul-avqust aylardır. İyul ayında müsbət 15, yanvar ayı cənubda isti aydır, yəni orada 25-ə qədər yüksələ bilir təqribən, amma yağıntılar təqribən bərabər paylanır. Bunları təbii ki, diaqram üzərində görməyiniz vacibdir. Məsəl üçün, Aral dənizi indi nisbətən bənzətməyə çalışıblar. İlla da tam belədirmi? Hissə testində necə görürsünüzsə, qəbulda da o model görürsünüz. Yəni diaqramlar şablon kimi hissə testində birazdan dərsin növbəti axarında sizə təqdim edəcəm. Necədirsə, qəbulda da diaqram o şəkildə düşür. Və Aral dənizdir, olduqca məşhurdur. Yəni bu diaqram tez-tez istifadə edilir. Qarşımızda çox vaxt bu diaqramdan istifadə edilən sual çıxır. Qaldı ki, bu şimal yarımkürəsi üçündür. Yadda saxlayın ki, bax, izotermik gedişatını görürükmü? Tutalım, iyul ayında izoterm görürük ki, 20-28-ə qədər yüksəlir. İstidir, amma yanvar ayında izoterm, məsəl üçün, müsbət 9 dərəcədir. Və isti olan ayda, tutalım, izoterm yüksək olan ayda, yağıntılar, baxın, mavi sütunlar kiçikdir. İsti və quru yay gördüyünüzsə, rütubətli qış gördüyünüzsə, bu subtropikdir. Çünki subtropikdə yayda tropik daxil olur daxil. Məhz tropik daxil olanda hava isti və quru keçəcək. Amma qışda mülayim daxil olduğuna görə hava nisbətən mülayim yağıntılıdır. Beləliklə, yayı isti quru gördünsə, bu sadəcə subtropik kimi götürəcəksən, yəqin ki, testdə tapmaq rahat olacaq. Və bu şimal üçün səciyyəvidir. Tutalım, buna aid paytaxt şəhər desəz, gəlin sualı sizə təqdim edirəm. Bu sual qoyduğum diaqram verilib. Ona uyğun paytaxt şəhərlər deyin. Paytaxt. Lissabon olar. Olar. Portuqaliyanın paytaxtı Lissabon şəhəri, Madrid. Madrid, İspaniya, İtalya. Ankara olar müəllim. Ankara olar. Götürmək olar indi. Götürmək olar, problem deyil. Car olarmı? Necə? Ha, şimalda deyirsən, yox, şimalda Afrikadakı ərazilər, Tunisi məsəl də üçün misal üçün Mərakeş, qismən götürmək olar. Çünki Tunis də bir qədər Aral dənizə uyğun gəlir. Sonra İtaliyanın paytaxtı, Yunanistanın paytaxtı. Bax, bunları götürəcəksiniz. Roma, Afina, bax, bunları bilin. Makedoniya. Aysa, deməli, beləliklə bizim soldakı diaqrama bildik. Madrid, Roma, Afina, Ankara, bu tipli şəhər adları testlərdə qabağımıza çıxa bilər. Sağdakı diaqram cənub yarımkürəsi üçün səciyyəvi olan Aral dənizdir və əlbəttə ki, bunu biz harda görəcəyik? Bunu bayaqları dedim sizə. Materiklərin qərb hissəsində görürük, yəni bu diaqram bu hissədədir. Çilinin mərkəzi hissəsində, Carın cənub-qərb hissəsində və Avstraliyanın da bu Perth şəhəri olan tərəfdə görürük, cənub-qərb qutaracağında. Qaldı ki, biz subtropikdə yay quraqdır, deməli, suvarma irriqasiyada yay fəslində aparılır. Sadəcə şimal yarımkürəsi üçün diaqramdırsa, deyəcəksiniz ki, şimalda iyun-avqust aylarında müvafiq olaraq suvarmadan istifadə edilir. Cənubda isə yay ayları müvafiq olaraq dekabr, yanvar, fevrala təsadüf edəcək ki, oranın yay ayları həmin aylardır. Bunu belə bildik. Subtropik qurşaqda artıq fəsil dəyişkənliyi aydın müşahidə edilir, 4 fəsil müşahidə edilir. Bunu mülayim içində demək olar. Növbəti bir deməli, diaqramlar isə subtropikin kontinentalı və musson üçündür və bir də bərabər rütubətlənən üçün təqdim edilir. Subtropikin kontinentalı bayaq bildirmişdim. Aral dəniz kimi burada da yağıntılar qış aylarında düşür, yay isti və qurudur. Amma Araldan fərqli olaraq kontinental materik daxili kontinentaldır deyənə, Mənfiyə düşür. yağıntılar daha azdır və temperatur da bəli, izoterm mənfiyə düşür, mənfi 3-5-ə qədər enir. Ümumiyyətlə, subtropikin vilayətləri müqayisə etsəz, mənfiyə düşən bir dənə kontinental vilayətidir. Yağıntılar da təqribən 300 mm soyuq dönəmdə düşür. Bu şimal üçün səciyyəvidir. Cənub üçün də belə bir diaqram qurmaq istəyirsənsə, özün üçün temperatur gedişatı bu dəfə yanvarda 25 falan olacaq. Yılda mənfi 3-ə qədər enər. Dalınba belə bir şey. Cənub üçün kontinental çəkmək istəyirsənsə. Yağıntılar da az miqdarda bu dəfə orta aylarda daha çox düşəcək. İndi belə bir şey.
az miqdarda yağıntı düşür. Onu da belə çəkdim sizlər üçün. Davam edək. Muson yalnız bu arada şimalda olur və onun burada verilən diaqram ümumi məlumat kimidir. Tutalım, iyun, iyul, avqust aylarında kəskin şəkildə yağıntılar artır. 300 millimetrə qədər yağıntı düşür. Bunu sən başqa bir diaqramlarda, məsəl üçün, sütunların olduqca uzun olduğunu görəcəksən. Məsəl üçün, bu sütun qalxır bura qədər. Məsəl üçün, belə qalxır. Bu belə qalxanda bunun bir sağ tərəfinə baxırsan, görəcəksən ki, indi burada 500-də bunu boş ver. Orada görəcəksən ki, 300 yazır. Deməli, təkcə bir ayda 300 millimetrə qədər artır. Aydın oldu mu? Nə demək istəyirəm? Musonda. Zaten bizdə 300-ü aşağıda yazdıblar deyənlər, elə bilirsən ki, musonda az yağıntı düşür. Xeyr. Musonda yay ayları, iyun, iyul, avqust ayları, yayda kəskin şəkildə yağıntılar neynir? Artır. Bu diaqramda da biz görürük ki, dekabr, yanvarda demək olar ki, yağıntılar yoxdur, amma iyun, iyulda gördüyün kimi bir ayın içində 300 millimetr, 250 millimetr civarında yağıntı düşür. Bu olduqca yüksək göstəricidir. Yəni, diaqramda bu hissələr balaca görünməsi sizi yanıltmasın. Əslində, indi hissə testi işləyən şagirdlər diqqət edibsə görər ki, musonda diaqram xeyli hündürdür orta hissədə. Plus temperatur 0, 28, 30 arasında dəyişir. Bərabər rütubətlənən yağıntılar təqribən 800 millimetr civarında, 700 millimetr civarında bərabər paylanır. Burada da indi dibdə görünməsi elə bilməyin ki, quraqdır, xeyr. Sadəcə indi rəqəmləri elə yazıblar ki, böyük ədədlərdən istifadə ediblər yağıntı şkalasında. Ona görə də 100-ün xətti lap dibdə qaldığına görə müəllif də tərtib edəndə diaqram elə ona uyğun edib. Halbuki bura 50 yazıb, məsəl üçün bura misal üçün də 50 yazsaydı, 100-ü bura yazsaydı, diaqramların hamısı yuxarı çatardı. Dərk elədiniz nə demək istəyirəm? Hər nəysə. Qaldı ki, bərabər rütubətlənəndə temperatur gördüyün kimi müsbət 8-20 civarında dəyişir. Cənub olduğuna görə burada isti ay yanvar ayıdır. Yanvar ayı daha istidir, 20-21. Amma iyul ayı soyuq aydır, müsbət 8-9 civarındadır. Qaldı ki, mülayim. Mülayim əsas iqlimdir. Özünə məxsus hava kütləsi var. İl boyu mülayim hava kütlənin təsiri altındadır. Mülayim qurşaq daxilində deyəcəksiniz ki, 4 dənə vilayət formalaşır. Mülayim indi xəritədə tam yaxşı görə bilmirsiniz. Şimal yarımkürəsi üçün mülayim daha geniş ərazi tutur, Avrasiya və Şimali Amerikada. Vilayətləri gəlin görməyə çalışaq. Materiklərin qərb hissəsində nə olacaq? Mülayimin dəniz vilayəti olacaq. Dəniz. Dəniz vilayəti hardadır? Bu İrlandiya, Britaniya adasında, Skandinaviyanın qərbində, Jutlandiya yarımadasında, Bretan yarımadası, sonra şimal dəniz sahilləri üçün səciyyəvidir. Dənizdə temperatur müsbət 3, müsbət 17 dərəcə civarındadır. Yəni, il ərzində temperatur amplitudası kiçikdir. Yağıntılar 800 millimetr, 900 millimetrə yaxın bərabər paylanır. Mülayimin digər vilayətlərində isə yağıntılar əsasən yayda düşür. Mülayim bitdikdən sonra dərhal nə gəlir? Mülayimin kontinentalı gəlir. Mülayim kontinental Şərqi Avropa üçün səciyyəvidir. Burada xüsusilə də temperatur -10-a qədər enə bilir, müsbət 20-yə qədər də yayda yüksələ bilir. 650-yə yaxın yağıntı əsasən yayda düşür. Daha sonra kəskin kontinental gəlir. Buna təkcə kontinental deyirik. Həmin bu kontinental üçün də təbii ki, qeyd edəcəksiniz ki, gəlin onu iqlim xəritəsini göstərim. Temperatur olduqca xeyli aşağı düşəcək. Yəni, iqlim xəritəsini göstərim. Bax, burada aydın görmək olur hər bir şeyi. Az öncə mülayimin dənizini mən sizə burada çəkdim. Bura dənizi idi. Sonra mülayim kontinental. Sonra kəskin kontinental. Sadəcə kontinental yazılır. Ondan sonra muson. Avrasiyada yoldaşlar. Musondan sonra Kamçatka hissədə təzədən dəniz gəlir. Kamçatka dənizdədir, bunu bilin.
Qaldı ki, mülayim dəniz üçün bayaq dediyim burada qeyd edirəm, temperatur -3, -17 dərəcə civarında dəyişir. Müsbətdir. Yağıntılar 800 millimetrə yaxın il boyu. Sonra mülayim kontinentalda temperatur necədir? Yanvarda -10 dərəcə qədər enir, iyulda isə -18-20 dərəcəyə qədər yüksəlir. Yağıntılar təqribən 600 millimetrə yaxın olur, əsasən də yayda düşür. Ümumiyyətlə, mülayimin digər vilayətində yayda düşür. Kəskin kontinentalda temperatur daha aşağıdır. -20-30-a qədər enir, -18-ə qədər də yayda qalxacaq. Və burada amma cəmi 350 millimetr, 300 millimetr, hətta 341 yazardım, diaqrama uyğun olsun. Son 350 millimetrə yaxın yağıntı düşür. Mülayimin digər vilayətində yağıntılar nə vaxt düşür? Yay fəslində. Musonda yağıntılardan əlavə temperatur da deyək. Deməli, temperatur burada mənfiyə düşəcək. -5-3 dərəcəyə qədər enir, -22-yə qədər qalxır məsəl üçün, 22-23-ə qədər. Və eyni zamanda burada yağıntılar 700-800 millimetrə yaxın olur və əsasən də təbii ki, yay kəskin şəkildə artır. Burada yayda kəskin artımını görəcək. Bənzər bir vəziyyəti Şimali Amerika üçün də deyə bilərik. Amma bu arada bir daha deyək, Avrasiyada mülayimin dənizi, mülayim kontinental, muson, sonra təzən dənizi görürük. Ölkələrə qədər, ərazilərə qədər dəqiq bilməli, diaqramlarda uyğunlaşdırmağa bacarmalıyıq. Şimali Amerikada da biz mülayimin vilayətlərinə baxası olsaq, qərb hissədə dəniz vilayəti 5C, Kordilyerin mərkəzində mülayim kontinentalı görürük, Kanada mərkəzində kontinental gördük. Daha sonra isə dənizi görəcəksiniz, burada muson yoxdur. Ümumiyyətlə, subtropiki musonu həm Şimali Amerika, həm Avrasiyanın şərqində gördük, 4C-ni. Amma mülayim musonu 5C-ni, daha doğrusu 5D-ni biz sadəcə Avrasiyanın şərqində gördük. Şimali Amerikada dəniz mülayim kontinental və dəniz şəklində davam etdiyini görürük. Cənub yarımkürəsindəki materiklərdə mülayim kiçik ərazi əhatə edir. Burada ona görə də 2 dənə cəmi vilayət görə bildim. Mülayim dənizi bu Çilinin qərbi hissəsində, Patagoniya tərəfdə, Argentina tərəfdə isə mülayim kontinental vilayətidir. Afrikanın cənub hissəsi və şimal hissəsi subtropikdə yekunlaşır, mülayimə çata bilmir. Avstraliya materik özü subtropikdə bitir. Sadəcə Tasmaniya adasının cənub hissəsi və Yeni Zelandiyanın cənub hissəsi dəniz vilayətinə uyğun gəlir. Ümumiyyətlə, okean səthi üzərində dəniz vilayətidir. Bunu belə bilin. Mülayimin diaqramlarına bir nəzər yetirin. Belə ki, mülayim iqlim qurşağında ilk öncə dənizin diaqramını biraz da yaxınlaşdırım sizlər üçün. Gördüyünüz qədərilə temperaturun izoterm gedişatı təqribən müsbət 3-4 dərəcə yanvar soyuq aydadır və qalxır 16-17-yə qədər məsəl üçün yüksəlir. İllik amplitudu da azdır. 931 mm yağıntı il ərzində fəsillər üzrə elə də fərqlənmir, təqribən bərabər paylanır. Bayaq belə bir cümlə dedim. Mülayimdə dəniz istisna olmaqla digərlərində yağıntılar əsasən yay fəslində düşür. Bunu biz əyani şəkildə burada görə bilirik. Bu diaqramlar dərslikdən götürülən diaqramdır. Sırf bu diaqram, bu 4-ü. Və hissə testində də mülayimlə bağlı diaqramlar bu şəkildə düşür. Mülayimin vilayətlərində izotermin gedişatında biz bir dənə dəniz vilayətində isti cəryan təsiri altında olan materikin qərb hissəsində olduğuna görə mənfiyə temperatur düşmür. Amma digər vilayətlərində qış aylarında mənfiyə düşdüyünü aydın görmək mümkündür. Məsəl üçün, mülayim kontinentalda -10, -18 civarında izoterm dəyişir. 600-ə yaxın yağıntı il ərzində əsasən nisbətən yayda daha çox düşür. Yayda yağıntının daha çox düşməsinin səbəbi nədir? Mülayim bilirsiniz ki, il ərzində qalxan havanın üstün olduğu bir təzyiq sahəsidir. Ekvatorial mülayimdə qalxan havadır.
Yayda nisbətən temperatur yüksələndə səthin bir qədər daha çox qızıb buxarlanması gedir deyənə, havaya daha çox rütubət daxil olur və o da kondensasiyaya uğrayaraq yayda yağıntılar nisbətən daha çox düşür. Davam edirik. Mülayimin deməli təkcə kontinental yazılan söhbət kəskin kontinentaldan gedir. Yəni Şərqi Sibir zonası məsəl üçün. Burada 341 millimetr cəmi yağıntı düşür. Nisbətən də təbii ki, yayda düşəcək. Yəni olduqca az deməkdir. İzoterim gedişatına baxdığımızda -20, -20 civarında illik dəyişdiyini görürük. Mülayim musson isə burada artıq 960 millimetr yağıntılar kəskin şəkildə yayda düşür. Mussonda yayda kəskin şəkildə artdığını görəcəyik. Bunu subtropiki musson ilə qarışdırmayın. Subtropikdə izoterim mənfiyə düşmür. Yəni izoterim subtropikdə məncızdığım kimi olur. Yəni adətən sıfırdan və yayda bir qədər daha yüksəyə temperatur qalxa da bilər. İndi burada xəta oldu. Belə bir şey də belə. Davam edək. Amma mülayimdə gördüyünüz kimi qış aylarında subtropikə nəzərən daha şimaldakı ərazi olduğuna görə qışda mənfiyə düşür. -5-dən -20-yə qədər yüksəlir. 960 millimetr burada yağıntı göstərib, yayda kəskin şəkildə artır. Bu arada bizim bu kəskin kontinentalın belə formada da diaqram qarşımıza çıxa bilər. Məsəl üçün, izoterim gedişatına diqqət edin. Yanvarda -45-ə qədər 50-yə yaxın bir şaxta olub. İyulda isə bu rəqəm -18-ə yaxın olur. Burada bu qədər aşağı temperatur görəndə şagird elə bilir ki, bu qütbdür, amma diqqətli olun, qütblərdə bu qədər istilik olmaz axı. Ona görə də bu mülayim iqlim qurşağıdır. Amma hansı Oymyakon kimi kəskin kontinentaldakı Sibirdəki ərazilər, Yakut üçün, Oymyakon üçün səciyyəvidir. Qaldı ki, biz əlbəttə ki, təbii zonaları, onların hamısını atlasda daim vərəqləməlisiniz ki, görməliyik. 289-u da açıb oradan baxırsınız ki, mülayim daxilində hansı təbii zonalar ola bilər. Mülayimin tutalım, dəniz vilayəti olan bu qərb hissədə deyəcəksən ki, qarışıq enliyarpaqlı. Şərqə doğru getdikcə bu meşələrdən əlavə yavaş-yavaş yağıntılar azaldıqca meşə çöllər və çöllər. Daha da içəri hissələrdə kontinentallığın artdığı, yağıntıdan azaldığı hissələrdə yarımsəhra və səhralar görə bilərik, bir qədər cənubda. Şimal hissədə soyuq ərazilərdə isə mülayimin şimalı soyuqda axı. Orada soyuğa davamlı meşələr, tayqa meşələrini görəcəksən. Şərqdə mussonda isə dəyişkən rütubətli, o cümlədən musson meşələri ilə musson meşə deməyiniz kifayətdir. Bu arada göllər ətrafı var, Şimali Amerikada. Orada da qarışıq enliyarpaqlı meşələr biz görəcəyik. Bu ərazilər nisbətən mülayimin dəniz vilayətinə uyğun gəlir. Sonra biz indi mülayim iqlim qurşağı üçün səciyyəvi olan təbii zonalarda göz atdıq. Növbəti gəlir hansı iqlim qurşağı? Arktik, subarktik bu kimi sondakı iqlim qurşaqlarına da nəzər yetirək. Subarktik keçid iqlim qurşağı idi. Gəlin onu bir xatırlamağa çalışaq. İzoterim gedişatına diqqət edin. Müsbət 10 dərəcədən yuxarı qalxmır. Buna diqqətli olun. 442 millimetr yağıntı əsasən yayda düşür. Çünki subarktik deməli mülayimlə arktik arasındadır. Yayda mülayim daxil olur, qışda arktik daxil olur. Mülayim yayda daxil olanda özü ilə yağıntı gətirir. Ona görə də yaylar nisbətən yağıntılıdır. Qışda isə arktik daxil olur, soyuq şaxtalı, nisbətən quru hava şəraiti özü ilə gətirir. 2 dənə fəsil oldu. Yağıntılı, qısa müddətli yay, temperatur müsbət 10-a qədər yüksəlir. Qaldı ki, uzun soyuq şaxtalı, quru qış. Burada arktik havanın üstün olduğu fəsildir. Subarktik iqlimin diaqramını sağda gördünüz. Diqqətli olun. -15-20-yə qədər qışda enə bilir, bəzən daha aşağı enə bilir. Yayda isə temperatur onu demək olar ki, keçmir. 10-12-dən yuxarı qalxmır. Şagird adətən belə bir məqamlarda da diqqətsizlik eləyir. Yəni ümumiyyətlə biz 1-2 ipucuları deyəcəm, onları yadda saxlasaz, diaqramı rahat tapa bilərsiniz. Bəzilərini qarışdırırsınız, yəni onu etməyin bundan sonra. Arktik daha qütbdür, yəni daha qütbə yaxın ərazi olduğuna görə, elə qütbün özüdür deyənə, burada temperatur ən isti ayda müsbət 5 dərəcədən belə yuxarı qalxa bilmir. Və qütblərdə də bilirik ki, il boyu enən hava yüksək təzyiqin hökmranlıq etdiyi bir ərazidir deyənə, yağıntılar olduqca azdır.
Burada temperatur -25-ə 30-a qədər enir, -5-dən də yuxarı qalxmır. Antarktik isə cənub qütbü tərəfdir və əlbəttə ki, burada da izoterm gedişatına görürük ki, il boyu temperatur olduqca aşağıdır. Hətta bu diaqramda şərti olaraq verib. Əslində izoterm -20-dən, -30-dan, -40-50-yə qədər enə bilir. Yağıntılar da burada qeyd ediləndən də daha da az ola bilir əksərən. Beləliklə, diaqramları təhlil etmək üçün 1-2 məqam bilməliyik. Məsəl üçün, iyul isti ayıdırsa bu şimaldır və -5 dərəcədən yuxarı qalxmayıbsa arktikdir. İyul isti aydır, amma -10 dərəcə, 12 dərəcədən yuxarı qalxmayıbsa bu subarktikdir. İyul isti aydır, -18-16-ya qədər qalxıb, amma müvafiq olaraq -40-a qədər enibsə, bu dəqiqə biz şaxtaya aldanıb arktik, antarktik, subarktik falan götürməyək. Müsbət temperatur 15-16-ya qədər yüksəlibsə, bu arktik və ya subarktik ola bilməz. Bu artıq mülayimin kəskin kontinentaldır. Əlavə olaraq da mülayimin bayaq diaqramlarını göz yetirdik. Biz mülayimin diaqramlarını necə yadda saxlayacaq? Dənizdə temperatur izotermi -3-16 arasında il ərzində elə də böyük tərəddüd etmir, yağıntılar bərabər paylanır. Amma mülayimin digərlərində qışda temperatur mənfiyə düşür, yağıntılar da nisbətən yayda düşür. Yayı quraq keçən gördünsə, subtropikdir. Yay ayları quraq keçən biz demişdik ki, subtropik idi. Müvafiq olaraq da biz Aralıq dənizi bayaq göstərdik ki, diaqramlarda sual düşəndə çox vaxt buradan istifadə edilir. İndi bir neçə məqam sizdən soruşum. Siz təyin etməyə çalışın görək, hansı iqlim qurşağından bəhs edirəm. Yəni, iqlim qurşaqlarının xəritəsini açın. Məsəl üçün, sualımız belədir. Temperatur yanvarda da, məsəl üçün, 22 dərəcədir, özümüzdən qeyd edirik, müsbət 22 dərəcədir. İyulda isə müvafiq olaraq müsbət 28 dərəcədir. Xüsusilə də yağıntılar əsasən 1500 civarındadır, 1500 millimetr civarındadır. Əsasən iyun, iyul, avqust aylarında düşür. Bu qədər... Ekvator. İndi fikirləşin. Əsasən yayda düşür. Subekvatorial. Ay, sağ ol. Subekvatorialdır. Subekvatorial. Bəli, bəli. Amma hansı subekvatorialdır? Şimal yoxsa cənub? İyun, iyul, avqustda düşürsə, bəli, şimaldır. Bəli, söhbət şimal subekvatorialından gedir. Hansı ki, temperatur gedişatı demək olar ki, 20-30 dərəcə civarında dəyişir. Burada mən nəyə diqqət elədim? Yağıntıların xüsusilə də paylanmasına diqqət edirəm ki, 1500 və yaxud da ki, iyun, avqustda düşürsə, əlbəttə ki, bu şimaldır. Amma desəydim ki, dekabr, yanvar, fevral daha yağıntılıdır. Bu artıq cənub subekvatorialdır. Bayaq ekvatorial deyirsiniz, diqqətli olun. Ekvatorialda yağıntılar 2000 millimetrdən çox olur və il ərzində də bərabər paylanır. Yəni, orada artıq biz hansısa bir fəsli fərqləndirmirik. Ekvatorialda fəsil ümumiyyətlə dəyişmir, bir fəsil olur. Sonra, bu dəfə temperaturları biraz dəyişək. Deməli, temperatur gedişatı yanvarda müsbət 16 dərəcə yanvarın, iyulda isə müsbət 35 dərəcə. Yağıntılar isə yoldaşlar, cəmi bu arada 150 millimetr. Gözləyin, ona biraz düzəliş edeyim. Tropikdir. Ümumiyyətlə də heç fəsildə yağıntının düşdüyü fəsil demək ehtiyac yoxdur. 150 zaten çox azdır. Bu artıq yoldaş. Tropik deməli. 35 dərəcə orta temperatur görürsənsə, bəli, bu nədir? Səhradır bu. 150 də çox az deməkdir. Tropikin hansı vilayətidir? 3 nə? A yoxsa B? 3 A-dır mənim. Quru tropik. Bəli, quru tropik. 150 millimetr çox az deməkdir. Bu arada bu şimal yoxsa cənub? İyul istisi hansı yarımkürədir? Şimal. Ay, sağ ol. Burada hərflərin yerini dəyişsəydim, tutalım müvafiq olaraq yanvar, məsəl üçün, aşağıda,
iyul belə olsaydı, yəni Cənub olardı. Ayşə, bu cənub, yəni Atakama və s. buradakı ərazilər olardı, elə deyilmi? Cənubi Amerikada burada, Kalahari bu tərəf və ya Avstraliyanın bu hissəsi. Yaxşı, başqa bir göstəricilərdən davam eləyək. Diqqətli olun. Bir dənə fikirləşək. İyul ayında temperatur müsbət, iyul ayında belə deyək də, müsbət 17 dərəcədir, tələsməyin. Yanvarda müsbət 4 dərəcə olur. Təqribən 831 millimetr yağıntı olur və il boyu bərabər paylanır. Mülayim Müəllim, dənizdə mülayimin bu. bərabər paylanan da Aha, o da hansıdır dediniz? Mülayimin dənizi. İndi cənubdaydı. Dəniz deyil müəllim, çünki mənfiyə mülayimin düşür. dənizidir, bəli. İndi şimaldakı mülayim, yoxsa Aynen. cənubdakı iyul hissəsi hansıdır? Şimal. Şimaldakı. Deməli, ərazi olaraq da bu, misal üçün də İrlandiya, Britaniya, Yutlandiya yarımadası, Danimarkanın olduğu ərazi, Skandinaviyanın qərb hissəsi. Bu Alyaska körfəzi sahilləri olarmı? Orada 5C'dir da. Bəli. Orada da olar. Hətta Kamçatka da daxildir. Oldu mu? Düzdür, indi Kamçatkada keçən il, daha doğrusu bu ilin elə qışında bir xeyli, neçəsə metrlərlə, bir 10 metrdən çox qar yağmışdı. Əslində tam ideal mülayimin dənizinə uyğun gəlmir. Onun da əraziləri var da. Kamçatkanın tam bütövlükdə mülayim dənizə uyğunlaşdırmamız da doğru deyil. Biz sadəcə bizə verilən bu xəritə var, Atlasda 36, onu təhlil edirik. Yaxşı, başqa bir göstəricilərlə davam edim. Bu dəfə temperaturların və yağıntılar miqdarlarını yeni dəyişək. Məsəl Müəllim, üçün, bərabər rütubətlənmədə nə olurdu bə? Ha- İlk şey. subtropikin bərabər rütubətlə subtropik dedik, gəl onu qeyd edeyim. Ya da mən qeyd etməyim, birazdan qeyd edəndə taparsınız. Deməli, indi mən deyirəm, subtropikin bərabər rütubətlənib bu 4D-dir. Yağıntılar tutalım, məsəl üçün adətən 600-800-ə yaxın olur, bərabər paylanır. Amma temperatur necədir? Bu cənubdadır axı. Məsəl üçün, orada iyulda temperatur orada aşağı olacaq. Misal üçün 8, 9, 10 dərəcə olacaq. İyulda 10 dərəcədir, cənubdur. Yanvar orada isti aydır. Müsbət 20 dərəcə olacaq. Dərk elədi nə demək istəyirəm? Cənubda yanvar istidir axı. Fəsillər bir-birinin əksinədir. Amma sən diqqətli ol, iyul istidirsə, o dəqiqə şimala fokuslanırsan. Şimala fokuslananda da deyilənlər gözündən keçirməlisən ki, nədir? Deməli, temperatur yoldaşlar iyulda 30 dərəcədir müsbət. Yanvarda isə bu arada mənfidir. Yanvarda mənfi 3 dərəcəyə düşür. Yağıntılar isə cəmi müvafiq olaraq 300 millimetrdir və əsasən də qış aylarında düşür. Qışda düşür. Kontinental, subtropikin. Qışda Subtropik düşürsə, kontinental. yoldaşlar, deyəcəksiniz ki, nədir? Subtropikdir. Elə deyilmi? Kontinental. Qışda düşsə azar. Amma bu vilayət olaraq aralıq yoxsa kontinental? Dediniz ki, kontinental. Afərin. Bəli. Söhbət 4-ün A-sından gedirdi. Kontinentaldan gedirdi. Hansı ki, bu ərazi olaraq da bilirik də hansı ərazilərdir. Xəzərin təqribən cənub hissəsindən, şərqindən tutmuş, Tibet indi yüksək dağlıq zonu olsa da bu ərazilər adətən uyğun gəlir. ABŞ-ın da bu mərkəzi hissələrini qeyd etmək olar. 4A. Aralıq dənizdə isə temperatur müsbət 8-10 dərəcədən 30-a qədər yüksəlir, amma yağıntılar hardasa 9 millimetrə yaxın olurdu. Sonra davam edirəm. Yenə buradakı gedişatları silim, dəyişdirim. Deməli, sizlər üçün. Temperatur yoldaşlar, iyulda 28 dərəcə. Bu 1-2 dərəcə o yan bu yan olması problem yoxdur yoldaşlar. Müsbət 28 dərəcə iyuldadır. Müsbət 2 dərəcədə bu arada müvafiq olaraq nə vaxtdır? Yanvardadır. 950 millimetr yağıntı qeydə alınıb, əsasən də konkret yayda düşür. Yayda daha çox. Mussondur müəllim bu. Yay Musson. bol düşür. Aysa. İndi musson sənə 2 dənə Subtropik musson var. musson. Biri mülayim musson var, bir subtropik. Səncə bu hansınındır?
Bu subtropikdir. Mənfiyə düşsəm o şey mülayimin olar. Ay sağ ol can. Tamam, -2 yazsaydım, -3 yazsaydım və yaxud da ki, iyulu da biraz azaldım. Çünki mülayim 28-ə qədər adətən qalxmır. Çox vaxtı 23-22-dən yuxarı qalxmır da. Adətən belə. Düz deyirsən. Bu artıq mülayimin sonudur. Başa düşübsüz? Başqa bir göstərici də yazım. Deməli, baxın. Deməli, temperatur iyulda müsbət 18-20-yə qədər yüksəlib, müsbət 18 civarındadır. Yanvarda isə -8-10 dərəcəyə qədər enib. -10 dərəcəyə qədər enib. Və yağıntılar da təqribən 600 millimetr, adətən diaqramda 604 millimetrdir və yayda düşür. Bu sizcə hansı iqlim olar? Birinci iqlimi təyin etməyə çalışın. Temperatur. Mülayim iqlimi Mülayimdir. ola bilərmi? Mülayimdir, amma dediyini eşitmədim. Bir dənə hansı vilayət dediniz? Kontinentaldır müəllim. Kontinental. Mülayim kontinental. Mülayim kontinental deyəndə siz 5B-ni yoxsa 5A-nı nəzərdə tutursunuz? 5A. Aha. 5A kəskin kontinentaldır, sadəcə kontinental. Orada Yox, -20-30-a qədər kəskin enə olmaz. bilir. 300 millimetrdən, 350-dən çox yağıntı düşməz. Kəskin kontinentaldır. Amma bu söhbət Moskva şəhərindən gedir. Mən dediyim Moskvanın diaqramı idi. Yəni nədir? Kontinental. Mülayim kontinental. 5B. O M-da, yəni 5B mülayim kontinental yazılan. Oldu mu? Söhbət deyib buradan gedir yoldaşlar. Moskva şəhərindən, mülayim kontinentaldan gedir. Bir var tək kontinental yazılan, o kəskin kontinentaldır. Sibir regionu. Orada temperatur -20, hətta Yakutsk, Oymyakon tərəfdə -40-a qədər enə bilirdi. Və müvafiq olaraq da yağıntılar 300 millimetr, 350-dən çox düşmürdü. Amma 600 millimetr kifayət qədər çox deməkdir. Bu artıq Şərqi Avropa üçün səciyyəvidir. Yəni sən bu dediyim göstəriciləri salın, bizim bu Ukrayna olsun, Belarus olsun, Latviya, Litva, Estoniya olsun, Polşa, Moskva, yəni Rusiyanın Şərqi Avropa hissəsi üçün səciyyəvidir. Davam edək. Bunu da bildik. Yaxşı. Bəs indi bir neçə məqam da vurğulayım, ekran təmizlədim. Salın. İyulda temperatur, bir dənə baxım görüm neçə dərəcədir. Müsbət 12 dərəcə olub. Yanvarda temperatur, müsbət deyil, -26 dərəcə olub. Yağıntılarda Kəskin kontinentaldır. 5A. 400 millimetr. Əsasən də yayda düşüb. Uşaqlar, mülayim 12-dən yuxarı olurdu. Mülayimdə 15 plus olurdu. Bu 15-ə qədər qalxmayıb. Yaxşı, sizə 10 demişdim, 10 ilə davam edək. Yaxşı, 10 olsun. 10-12-dən yuxarı qalxmayan hansı idi? Mülayimin kəskin Subarktik. kontinental. Aha, subarktikdir. Bu 6A var, Subarktik. subarktikdir. Subarktik 10-12-dən yuxarı qalxmır axı. Hə. Yayda mülayim daxil olur və yayda mülayim gəldiyinə görə yay yağıntılı keçirdi. Sonra, məsəl üçün, iyulda temperatur müsbət 5 dərəcə, yanvarda isə -30-a qədər enib və qeyd edəcəksən ki, yağıntılar da əsasən Arktik. az miqdarda düşür. 150 millimetr civarında. Arktik olar da bu. Aha, düz deyirsiniz. Və yağıntıların düşməsinə dair xüsusi bir fəslə ehtiyac yoxdur. Bu artıq Arktik üçün deyə bilərsiniz. Bəli, bu artıq Arktikdir. Bəli. İndi bir dənə də diaqram sizlərə tərtib edim. Tələsməyin. Deməli, iyulda temperatur yoldaşlar bizim üçün təqdim edə bilər. Hardasa müsbət 8-10 dərəcə. Yanvarda isə temperatur müsbət 22 dərəcə. Yağıntılar 800 millimetr il boyu düşür.
Müəllim, subtropikin Cənub bərabər paylananı. Afərin, afərin. Əraziləri də belə dairəyə alıram. Uruqvay ərazisinə də düşürmə belə bir diaqram. Bəli. Kifayət edir. Diaqramların şifahi forması budur. İndi hissə testini ekrana gətirib orada da diaqramları bir daha baxacağam. Məsəl üçün 68-i bir nəzər yetirin. Temperaturun izoterm gedişatına görürəm ki, demək olar ki 30-dan düşmür. Yəni isti ərazi. A variantda müəllim. Dakar. Aha. Cavab Dakar deyirsən əyəm. Afərin, doğrudur. Amma hansı iqlim diaqramıdır? Onu da tapmağa çalış. Dakar Afrikanın şimalında, Subekvatorial qərb hissəsində. şimal deyilmi? Aha, bəli. Subekvatorial iqlimdir və şimal subekvatorialdır. Yağıntılar da bilirik ki, əsasən yay aylarında düşür. Subekvatorialda 2 dənə fəsil olur. Martdan sentyabra qədər yağıntılı əsasən keçinə görə bunu yay deyirik. Sentyabrdan marta qədər keçən aylara isə qış deyirik. Bu hissəsi deməli yay fəslidir. Yay yağıntılıdır, ekvatorial daxil olur, qış quraqdır, tropik daxil olur. 80 nömrəli testlə davam edək. Cənub subekvatorial. Yo, Evet, yo. burada- Subtropikin 10 dərəcəyə qədər düşür. Oje, diqqətli olun. subtropik. Bu subtropikdir. Gördüyün kimi isti ay 25 olan yanvar quraqdır. Yayı isti qurudursa, diqqətli olun. Yay isti qurudursa subtropik idi və qış ayları temperatur aşağı olanda yağıntılıdır. Bu ilk öncə deyin görüm şimal yoxsa cənub yarımkürəsidir? İzotermə Bu Cənub. baxın. şimaldır. Diqqət edin. Diaqram Cənub. izotermə baxın da Yox, yoldaşlar. cənub. Cənubdur, cənub yoldaşlar. Bax izoterm xətti budur. Bu temperaturdan da mən görürəm ki, iyulda temperatur təqribən misal üçün 10 dərəcə civarındadır. Amma yanvarda temperatur müsbət 25 dərəcə civarındadır. Bu cənubdur təbii ki. Cavab Cənubdursa Türkiyə olar, Aralıq dənizi. Türkiyə, Meksika, Fransa şimaldadır. Bərabər fərqlənən deyir, ona görə sən Aha. daha Bəli. İndi cavab C doğrudur. Aralıq dənizin cənub yarımkürəsində bu Avstraliyanın Perth şəhərinə uyğun gəlir. Amma bərabər rütubətlənəndə də adından bəllidir, yağıntılar əsasən bərabər paylanmalıdır. Bizdə isə gördüyümüz kimi temperatur aşağı olan qış aylarında yağıntılar daha çox düşür. Təbii ki, qışı rütubətli olub, yayı isti, quru olan subtropikin Aralıq dənizidir. 90. Bayaqki testə oxşayan bir diaqramdır. Bayaq cənub üçün idi, indi diqqətli olun. Bu şimal üçün tərtib edilən Aralıq- diaqramdır. Şimalda Aralıq dənizi. A Var. variantıdır müəllim. Subtropik A variantı. Bəli, şimalın Aralıq dənizidir. Aralıq dəniz, Yunanıstan paytaxtı Afina məhz buna uyğundur. Ümumiyyətlə Aralıq dənizdə demişdik ki, yay ayları isti və quru olur. Nisbətən yağıntılar az düşdüyünü görürük. Qış ayları isə mülayimdir temperatur və İstanbul yağıntı. yağıntılı olur. ISO mülayim hava kütlənin təsiri ilə. Afinadan başqa hansı şəhər adlarını bu diaqrama uyğun yazmaq mümkündür? Lizabon. Aha. İtaliyanın Paris paytaxtı. Deməli, Roma şəhərində qeyd etmək olar İtaliyan paytaxtı. Madriddir. Bayaq Ankara demişdik. Tunis, misal üçün buna nümunə ola bilər. 107. Bu 2021-də istifadə edilən sualdır. Elə bu şəkildə soruşulmuşdur. Ölkələrdə biraz dəyişiklik eləyib. Bir dənə ölkəni dəyişib. 1-2-5 deyir. Bir baxacağım. Bu nəyin diaqramıdırsa birinci onu təyin edək yoldaşlar. Il boyu temperatur yüksəkdir. Subekvatorial. Ay sual. Şimal yoxsa cənubdur? Bax, Şimal müəllim. Şimal yarımkürəsinin subekvatorial. Qaldı ki, şimal subekvatoriala uyğun gələnlər. Hindistan, Çin yarımadasındakı Tayland. Myanma, sonra Taylandı qeyd etmək olar. Yaponiyanın yoldaşlar subtropik və mülayim mussonuna uyğun gəldiyini, Mərakeşdə əsasən subtropikin Aralıq dənizinə uyğun gəldiyini, bir hissəsi də cənub hissəsi tropikə də biraz uyğun gələ bilər. Tunis əsasən subtropikin Aralıq dənizinə uyğun gəldiyini deyirik.
Aşağıdakı diaqram əyyəm sən deməyə çalış gör. Burada temperatur gedişatına bax. Demək olar ki, düz xətt kimi gedir. Yağıntılar da hər ay üçün Ekvatorial. aysa 200 millimetrdən çoxdur. Deməli. Burada hər bir ay Ekvatorial, üzrə tamam. yağıntın düzdürsən, ekvatorialdır. Hər bir ay üzrə yağıntı miqdarı təyin edə bilərsənmi? Məsəl üçün, sentyabrda təqribən yağıntı nə qədərdir? Ölkələr olaraq biz hansı ölkələri qeyd Müəllim. etməliydik? Ekvatoriala. İndoneziya, Malazya, bir də Kongo. Deməli, qeyd elədin ki, Malazya olar, İndoneziyada olar. Bir də Kongo Demokratik Respublika düz deyirsən. Argentina əslində indi ekvatorialdan əlaqəsi yoxdur. O cənubdadır, subtropikdədir. O Cənub subtropikdir hissəsi də. mülayimə düşür. Və yaxud da ki, Zambiyada subekvatorial tərəfdədir, Banqladeşdə subekvatorial tərəfdədir. Diaqramlarımıza uyğun gəlmədi. Sonra, belə bir diaqram verəndə ilk öncə izotermə baxmalısınız. 109-da indi bunu başqa bir yoldaşla davam edim. İzoterm bizdə müsbət 20 yanvardadır, 10 dərəcəyə düşüb. Cənub yarımkürəsidir bu. Aha, Cənub yarımkürəsi. Cənub yarımkürəsidir və yay aylarına baxın cənubda. Yanvar isti və qurudur. Yay isti qurudsa, yay quraqdırsa, bir dənə sənə subtropik qalır. Oldu mu? Və plus da əlbəttə ki, sən cənubdakiləri seçəcəksənsə, bu 5-i silərsən, 2-ni silərsən, çünki onlar ekvator nəzərən şimaldadır. 4-6. Aha. Burada 3-ü də siləcəksən, çünki 3 subekvatorial olan ərazini göstərir. Subekvatorialda izoterim 20-dən aşağı düşmür. Lap 20-dən biraz aşağı düşsə belə, adətən, belə deyək də, 20-30 civarında olur. Plus da onlarda yay quraq yox, yay rütubətli olurdu. O yüzden də cavabın Cənub yarımkürəsinin subtropikin Aral dənizidir. Cavabımız buna uyğundur deyə bu ərazilərdir. 1, 4, bir də 6. 1, 4, 6 sizin cavabınız olmalıydı. Davam edirəm. Bu subtropikin Aral dənizidir, amma Cənub yarımkürəsi üçün. Sonra 110 nömrəli testi bir diaqramı ilk öncə təyin edək görək. Temperatur -16-dan müsbət 9-a qədər yüksəlib, 10-a qədər yüksəlib. İyul isti aydır, amma 10 dərəcəni keçməyib. Biz bunu deyən kimi mülayim yoxsa subarktikdir bu? Subarktik. 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 Mülayim biraz qalxar da hər halda bir 15 zadı keçər, 16-17-yə çatar. Deməli, bu subarktikdir. Subarktikdə də yayda bilirsiniz ki, mülayim daxil olduğuna görə yay nisbətən yağıntılı keçir. Burada da deyir ki, səciyyəvi xüsusiyyətlər, antropogen insan təsiridir. Bu ərazi subarktik soyuq ərazidir. Antropogen təsir zəif olar. Havanın rütubəti çox aşağıdır deyilir. Burada nisbi rütubətli aşağıdır da, yağıntıları azdır. Yoldaşlar, bircə dəqiqə. Yox, Ədilə gözlə səbirli ol. Nisbi rütubətlik aşağıdır deyəndə yanlışdır. Nisbi rütubətlik bunlarda yüksək olur. Qütbə yaxın ərazilərdə yadda saxlayın ki, yağıntı az düşsə belə nisbi rütubətlik yuxarıdır. Çünki temperatur azdır. O cümləni bir daha izah edirəm. Normalda, məsəl üçün, tropik genliklərdə 30 dərəcə temperatur olanda, yəni bunu mən belə başa salam. Tropikdə müsbət 30 dərəcədir və 1 kubmetr havada deyirəm ki, məsəl üçün, 6 qram su buxarı var. Bu 6 qram su buxarı olmağına baxmayaraq, nisbi rütubətlik nə qədərdir tropiklərdə? Təbii ki, deyəcəksən ki, 30 dərəcə maksimum 30 qram saxlayıb, bizdə 6 qram var. 6-nı 30-a böləcəksən, vurarsan 100-ə. Bu da eləyəcək nə? 60-ı 3-ə bölsün 20%. 20%. Deməli, məsəl üçün, tropik genliklərdə müsbət 30 dərəcə temperaturda havada 1 kubmetrdə 6 qram su buxarı olanda nisbi rütubətlik eləyir 20%. Amma qütbə yaxın ərazilərdə bilirsiniz vəziyyət necədir? Son qütbə yaxın ərazidə temperatur olub neçə? Məsəl üçün, müsbət 10 dərəcə. Yaxud da ki, hətta biraz da aşağı deyirəm. Temperatur olsun mənfi 20 dərəcə. İndi bura diqqət edin. Mənfi 20 dərəcə temperaturda 1 kubmetr havada normalda maksimum nə qədər su buxarı saxlaya bilər? 1 qram.
Bizdə isə tutalım, havada var 0,4 qram su buxarı. O zaman bu 0,4 qram su buxarı, 0,4 dediyimi biraz yüksək deyim, 0,8 qram deyirəm, biraz yüksək deyirəm. Bu nisbi rütubəti olaraq neçə faizdir? Gəl bunu hesablayaq. 20 dərəcədə maksimum nə qədər saxlayır yoldaşlar? Maksimum 17. 1 qram saxlaya bilir də. Yox, mənfi 20 dərəcədə üzr istəyirəm. Mənfi 20 dərəcədə. Mənfi 20 dərəcədə 1 qram saxlaya bilir də hava. 1 qram su buxarı saxlaya bilir. O zaman neyniyəcəm? 0,8 1-in neçə faizdir? 0,8-i bölərəm 1-ə, vuraram 100-ə. Bu da elədi neçə faiz? 80%. Beləliklə, qütbə yaxın olan ərazilərdə, baxmayaraq ki, 1 kub metr havanın içində cəmi 0,8 qram var, yəni heç 1 qram yoxdur. Amma nisbi rütubətlik necə oldu? 80%. Bu olduqca yüksək göstəricidirmi? Beləliklə, yadda saxlayın. Soyuq ərazilərdə mütləq rütubətlik azdır. Mütləq faktiki havadakı suyun qramla miqdarıdır. Burada mütləq rütubətlik 0,8 qramdır. Amma nisbi rütubəti bunlarda necədir? Yüksəkdir. Beləliklə, belə başa düşdüm ki, qütbə yaxın olan ərazidə havada 0,8 qram olmasına rəğmən nisbi rütubətlik 80%-dir. Amma Ərəbistanda 1 kub metrdə ondan gör nə qədər çoxdur havadakı su buxarı. 1 kub metrdə 6 qram var, məsəl üçün. Amma buna rəğmən bu 6 qram temperatur olduqca yüksək olduğuna görə cəmi nisbi rütubətlik olaraq bu neçə faiz edir? 20% edir. Fikrimi çatdıra bildim? Beləliklə, təqdim edilən bu diaqramda nisbi rütubətlik aşağı yox, nisbi rütubətlik əslində yuxarı olmalı idi. Davam edirəm. Yayda arktik olur, yoxsa yayda mülayim, qışda arktik olur? Hava Yayda. axınları, Yayda mülayim, qışda arktik. ay sağ ol. Hava axınları müvafiq olaraq yayda şimala, qışda cənuba gedir. Yerin öz günəş ətrafında hərəkəti ilə əlaqədar. Rütubətlik əmsal vahiddən böyükdür. Olarmı? Biz təbii zonalar üzrə Bəli. rütubətlənmə əmsalı deyəndə subarktikin təbii zonası nə idi? Tundra, meşə tundra. Tundra, meşə, tundra. Orada da rütubətlənmə əmsalı belə idi ki, 300 bölünsün 200. Yəni vahiddən böyükdür. Bu da doğrudur. Yayı isti, rütubətli, qışı mülayim və quru olur. Belə bir ifadə deyə Bu da bilmirik. düzdür. Yayda temperatur maksimal 10 dərəcə olub, yəni yayı sərin və qismən yağıntılıdır. Qışı soyuq, şaxtalı, əsasən quraqdır, az yağıntılıdır. Sonra, bataqlıqlar geniş yayılır. Bataqlıqların formalaşdığı təbii zona rütubətlənmənin vahiddən böyük olduğu təbii zonalardır. Belə təbii zonalardan biri də elə tundra, meşə tundradır. Çünki rütubətlənmə vahiddən böyükdür axı. Xatırlayırsınızsa deyə bilərdiniz ki, ekvatorialda, rütubətli ekvatorial meşələrdə də bataqlıqlar formalaşır. Çünki 2600 bölünsün 1500 rütubətlənmə vahiddən xeyli böyük idi. Sonra mülayimdəki tayqalarda, orada da rütubətlənmə vahiddən böyükdür da. 350 bölünsün 300 və ya 450 bölünsün 400. Sonra subarktikin tundra, meşə tundrasında da 250 böl 200 və ya 300 bölünsün 200 rütubətlənmə